Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə DİM İnformatika Test Toplusu 2026-cı il vəsaitinin informasiya və informasiya prosesləri, informasiya təhlükəsizliyi bölməsinə aid suallara baxacağıq. Çalışdığım qədərlə sualların hamısını izah etməyə çalışacağam. Başlayaq birinci sualdan. İşarəsi nəyi ifadə edir? Bu korporate işarəsidir. Düzü şəkildə tam görsənməyə bilər. Bu işarədə müəllifin hüququnun qorunmasını ifadə edir. İnformasiyanın xassiyələrini göstərən sıranı seçin. Toplanma var burada. Burada mətin, ədəd, qrafik bu deyil. Vizual dərd bu da deyil. Müəyyənlik, kütləvilik bu alqoritmə aiddir. Tamlıq, etibarlıq, obyektivlik, aktuallıq isə informasiyanın xassiyələrini göstərir. Ziyanverici proqramların kompüterə daxil olması nəticəsində nə baş vermir? Baxın, izləyicilər, şagirdlər, hər kəsə aiddir. Sınaq imtahanında və yaxud da test bankı işləyən zaman qara hərflərlə verilmiş sözlərin altına xətt çəkməyinizi məsləhət görürəm ki, bir növ gözünüzün qarşısında olsun. Çünki çox vaxt şagirdlərin əksəriyyəti bu suallarda çalışırlar. Məsəl üçün, burada nə baş vermir sözünü, nə baş verir kimi beyinlərində saxlayıb variantı da səhv seçiblər. Suala keçid edək. Kompüterin öz-özünə yanıb sönməsi baş verir. Kompüterin fiziki olaraq sıradan çıxması, əlbəttə ki, kompüter fiziki olaraq yox, daxilən sıradan çıxır. Onun üçün də doğru cavab B variantıdır. Kompüterin işlənməsində ləngimələr deyil. Kompüter və proqramların monitorda öz-özünə əks olunması da doğru cavabdır. İstifadəçidən xəbərsiz faylların silinməsi bu da doğru cavabdır. Doğru cavab B variantı oldu. Antivirus proqramlarının növünə aid deyil. Detektorlar antivirusdur, vaksinlər antivirusdur, müfəttişlər antivirusdur. Baxın, burada yenə deyil var. Bunu da nəzərinizə çatdırım. Süzgeclər antivirusdur, casuslar isə antivirus proqramı deyil. İnsanın qəbul etdiyi informasiya forması hansıdır? Baxın, iki cür informasiya forması var. Bir rəqəmsal analoq, yəni kəsilməz və kəsilən informasiya, belə deyək. Hansı ki, rəqəmsal informasiya növü kompüterlərin, hansı ki, texniki cihazların qəbul etdiyi informasiya növü prosesi formasıdır. Bunun üçün də analoq isə insanların qəbul etdiyi informasiya formasıdır. Onun üçün də doğru cavab B variantıdır. İnformasiyanın ötürülmə prosesində aşağıdakılardan hansı rabitə kanalı kimi istifadə oluna bilər? Gəlin elə buradakı ümumi variantlardan bir nümunə çıxaraq. Misal üçün, bir auditoriyadayıq və müəllim öz bildiyi, biliklərini, bildiyi informasiyanı tələbəyə çatdırmaq istəyir. Müəllim tələbəyə öz informasiyasını, öz biliyini nə vasitəsilə çatdıra bilər? Əlbəttə ki, nitq vasitəsilə. Nitq burada rabitə kanalı vasitəsilə oynayır. Cavabı oldu B variantı. İnformasiyanın xassiyələrini seçin. Diskretlik alqoritmdir. Neysə, yaza bilmədim. Diskretlik alqoritmdir, nəticəvilik alqoritmdir, obyektivlik informasiyadır. Bu doğru cavabdır. Müəyyənlik alqoritmdir. Aktuallıq da informasiyadır, kütləvilik isə alqoritmdir. Doğru cavab C variantı oldu. Hansı şifrələmə metodundan həm şifrələmədə, həm də deşifrələmədə eyni açardan istifadə edilir? Eyni açardan istifadə edilir. Misal üçün, bir fiqur çəkirəm, olsun, bir düzbucaqlı olsun və bu düzbucaqlını deyir, həm şifrələmədə, həm də deşifrələmədə bölək, simmetrik olsun. Bu tərəf şifrələmədir, bu tərəf də deşifrələmədir. Və eyni açardan istifadə etmək o deməkdir ki, həm girişi də çıxışı da eyni açardan istifadə olunduğu üçün bu cavab olacaq simmetrik. Daha sonra biometrik informasiyaya əsasən mühafizə sistemlərinə aid deyil. Fin-koda görə tanınma, əlbəttə ki, fin-koda görə tanınma deyil. Gözün güzəştlik eşyasının şəklinə görə tanınma doğru cavabdır. Nizqin özəlliklərinə görə tanınma doğrudur. Üzün təsvirinə görə tanınma doğrudur. Ovucun cizgilərinə görə tanınma doğrudur. Doğru cavab, yəni aid olmayan cavab A variantı oldu. Hansı məlumatdakı informasiya obyektiv deyil, yəni subyektiv fikirdir? Şeyin dörd pəncəsi var, zaten bu bəllidir, yəni obyektiv fikirdir. Küçədə havanın temperaturu 22 dərəcə Selsidir. Bəli, burada da temperatur artıq aydın olduğu üçün bu da obyektivdir.
Müəllimin 45 yaşı var, bu da obyektivdir. Bu gün hava çox istidir. Artıq burada bu fikir subyektiv fikirdir. Çünki misal üçün mənim üçün hava isti ola bilər, başqası üçün soyuq ola bilər. Onun üçün də cavab D variantıdır. Hansı ki subyektiv fikirdir. 1024 kilobayt 1 megabaytdır. Bu da ki, əzəldən bir qanundur, yəni obyektivdir. Mülahizələrdən hansı yanlışdır? Kətan qrafik informasiya daşıyıcısı ola bilər. Kətan qrafik informasiya daşıyıcısı ola bilər. Simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Xeyr. Simsiz rabitə kanalı aha, simsiz rabitə kanalı isə, sadəcə məlumatın ötürülməsində rol oynayan bir, vasitədir. Yəni burada daşıyıcı rolu oynaya bilməz. Onun üçün də yanlış cavab əlbəttə ki, C variantıdır. Kətan qrafikdə informasiya daşıyıcısı ola bilər, kağızda. Yəni bu o deməkdir ki, məsələn, disket qrafik informasiya daşıyıcısı ola bilər, kitab informasiya daşıyıcısı ola bilər. Bunlar hamısı doğrudur. Baxın, məlumatın ötürülməsi, misal üçün mən öz biliyimi sizlərə burda PDF üzərindən yazı vasitəsilə ötürməyə çalışıram. Burada mənim, nitqim vasitəsilə, yazdıqlarım vasitəsilə sizə bir növ rabitə kanalı oynayır. Amma misal üçün bu PDF-də yazılan məlumatlar bizə, bu PDF özü, informasiya daşıyıcısıdır. Çünki bu PDF-in içərisində bizim, deməli, dərk edə biləcəyimiz bilik, informasiyalar saxlanılır. Onun üçün də bu PDF bizim üçün informasiya daşıyıcısıdır, amma bu PDF-dəki məlumatların ötürülməsi isə, məsələn, bu PDF-dəki məlumatların mənim sizə ötürülməm isə, bu bir növ rabitə kanalı vasitəsi oynayacaq. Daha sonra informasiyanın qrafiki, təqdim edilmə formasına aid deyil, qrafikdən danışırıq. Foto şəkildir, aiddir. Deməli, telefon danışığıdır. Telefon danışığı bu artıq səsdir. Səs vasitəsilə biz danışırıq orda. Yəni audio ötürülmədir bir növ. Diaqramdır, aiddir, sxem də aiddir, yol nişanı da aiddir. Doğru cavab B variantı olacaq. Və yenə dediyim kimi, qara hərflərlə yazılmış sözlərin diqqət edin. İnformasiyanın səs, audio formasında ötürülməsi vasitələrinə aid etmək olar. Sxem qrafikdir. Foto şəkil qrafikdir, məktəb dərsliyi də qrafikdir, yol nişanı qrafikdir, radio vasitəsi. Radio yəni bir növ səs. Radiodan nə çıxır? Səs. Yenə informasiyanın səs audio formasında saxlanması vasitələrinə aid etmək olar. Disk, deməli, əlbəttə ki, burada doğru cavab disk olacaq. Çünki diskin içərisində, video görüntülər ola bilər, hansı ki, həmin video görüntülərdə də səs, audio, ifadə olunur, səslənir. Mağazanın adı yazılmış lövhə xeyr, qrafikdir. Jurnal, qrafikdir. Tarix dərsliyi qrafikdir, qəzetdir, qrafikdir. Doğru cavab A variantıdır. Papirus diplom, kitab, kompakt disk arasında ümumi cəhət baxın, papirusdur, kağızdan hazırlanıb, diplomdur, kağızdandır, kitabdır, kompakt diskdir. Bunların arasındakı ümumi cəhət informasiyanın saxlanmasıdır. Baxın, papirusun üzərində də məlumat saxlanılır. Diplomun üzərində də hər hansı bir, məsəl üçün, universitet, kollec bitirmişik və orada bizim məlumatlarımız yazılır. Daha sonra kitabdır, əlbəttə ki, bizə, bilik ötürülməsi üçün istifadə olunan bir vasitədir. Kompakt diskdə də bizə lazım olan məlumatların saxlanılmasıdır. Yəni bunların ümumi cəhəti informasiyanın saxlanması prosesidir. Digəri aidiyyəti yoxdur. Meteoroloji stansiyada ətraf mühit parametrlərinin ölçülməsi hansı informasiya prosesidir? Aha, biz buradan nə üçün meteoroloji stansiyada ətraf mühitin parametrlərinin ölçülməsi? Ay, cümləm səhv getdi. Yəni biz burada nə üçün meteoroloji stansiyada məlumatların ölçürük? Onun üçün ki, məlumatların toplanması üçün. Baxın, məlumatların toplanması üçün. Yəni bu ötmüşlər məlumatların informasiyanın mühafizəsi deyil, informasiyanın ötürülməsi deyil. Çünki biz hal-hazırda bu informasiyanın toplanması üçün çalışırıq ki, daha sonra ötürülmədə, istifadədə, saxlanılmada, bu da başqa proseslərdə həyata keçiriləcək. Doğru cavab C variantıdır. İnformasiya saxlama vasitələrinə aiddir. İnformasiyanın saxlanılma vasitələrinə.
Əlbəttə ki, burada doğru cavab, optik disk olur. Hər hansı bir məlumatın, informasiyanın saxlanılmasıdır. Avtomobilin hərəkət sürəti ölçmə cihazı zaten bu ölçmə cihazdır. Prosesor emaldır, hər hansı bir informasiyanın emalı. Fiber optik rabitə kanalı. Rabitə kanalı adından da bəlli olduğu kimi ötürmə vasitəsidir. Simsiz rabitə kanalı yenə ötürmə vasitəsidir. Onun üçün də doğru cavab A variantıdır. Hansı informasiya daşıyıcılarına aid edilmir? İnformasiya daşıyıcısına aid edilmir. Baxaq, DVD aiddir, maqnit lentə aiddir, kağız əlbəttə ki, aiddir, flash yaddaş aiddir. Ancaq prosesor məlumatın emalı üçün nəzərdə tutulmuşdur. Növbəti sual. Mətni bir dildən digərinə tərcümə etmək nəyə aiddir? İnformasiyanın kodlaşdırılmasıdır. Əlbəttə ki, mən bir mətni digərindən başqa bir dilə tərcümə edirəmsə, əlbəttə ki, bu nə deməkdir? İnformasiyanın kodlaşdırılması prosesi deməkdir. Bu da olacaq, deməli, B variantı. Antivirus proqramlarına aid deyil. Doktorlar aiddir. Sablar aiddir, klikerlər aiddir, müfəttişlər aiddir, müzakarlar aiddir. Doğru cavab C variantı. Troyan virusları şərti olaraq hansı növlərə bölünür? Birincisi, aha, birincisi uzaqdan idarə etmə metodları, daha sonra hakerlər deyil, reklam proqramları və casus proqramları. Bunlar Troyan viruslarının növləridir. E variantı. Uyğunluğu müəyyən edin. İnformasiyanın növü, xassəsi və təqdim edilmə forması. İlk olaraq təqdim edilmə formasına başlayaq ki, hansı ki, mətn və ədədi formada 3B-si variantlara baxırıq. Elə bir dənə D variantı qalır. Baxıram, informasiyanın növü, vizual, taktil informasiyadır, hansı ki 5 növ var. Bunlardan ikisi ilə vizual, taktildir. İnformasiyanın xassəsinə də bir dənə düşür, tamlıq. Doğru cavab D variantıdır. İnformasiyanın kompleks mühafizə sisteminə daxildir. Kompleks mühafizə sistemi. Əlbəttə ki, olacaq təşkilatı mühafizə doğrudur. Nitqin özəlliklərinə görə mühafizə. Xeyr. Mühəndis texniki mühafizə, daktiloskopiya, qanunverici mühafizə doğru cavablar. Cavab olacaq 1, 3, 5. Daha sonra biometrik mühafizə sisteminə aiddir. Paroldan istifadə, gözün qişasına görə tanınma, antivirus proqramından istifadə, daktiloskopiya aid olacaq. Bir də nitqin özəlliklərinə görə tanınma. Doğru cavab A variantı 2, 4, 5. Obyektiv informasiyadır. Baxın, obyektiv. Tətil üçün ən yaxşı ölkə Türkiyədir. Sənin üçün, məsəl üçün, Türkiyə ola bilər, mənim üçün olsun Gürcüstan. Deməli, bu subyektiv fikirdir. İmanın fikrincə, kiminsə fikrindən asılıdır. Buna görə bu artıq obyektiv informasiya hesab edilmir. Çöldə hava çox istidir, sənin üçün isti ola bilər, mənim üçün soyuq ola bilər. Bu da subyektiv fikirdir. Yaz fəsli ilə gözəl fəsli. Sənin üçün yaz ola bilər, mənim üçün yay ola bilər. Bu da subyektiv fikirdir. Meteoroloji stansiya bu gün küləyin sürətinin 8 km/saat olduğunu bildirdi. Bu obyektiv fikirdir. Antivirus proqramlarıdır. Antivirus. Deməli, bax elə burada casusu gördüm, sildim. Biri Doktor Webdir, Pandadır. Bir də olacaq, deməli, çox pardon, MS məsələn, Affit-nədir, bu proqramdır. Adını tam deyə bilmədiyim üçün üzrlü sayın. Scribus da deyil, doğru cavab. Troyan da burada şeydir, VS proqramıdır. 1, 4, 5 olacaq. Doğru cavabımız C variantıdır. Gəldik Sezar şifrinə. Deməli, Sezar şifrindən hər bir əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflər əvəzlərindən istifadə edərək direktor sözünə uyğun gələn simvollar yığınını seçin. Baxın, direktor sözü ilə danışırıq. Baxın, D hərfi buradadır. Baxın, tam olaraq buradadır. Baxaq görək. Belə suallarda adətən biz şifri simvollar yığını paya əsasən tapırıq. Burada gördüyünüz kimi K verilməmişdir. K sual işarəsidir.
K sual işarəsi olduğu üçün biz, cavabı, əlbəttə ki, variantlarda axtaracağıq. İlk növbədə keçək A variantında. Baxaq, Ə hərfi verib, Ə hərfi, bir də ikincidə K hərfi verib. Bir dəqiqə, belə tapmayaq. Burada Ə hərfidir, burada D hərfidir. D-dən Ə-yə qədər məsafə nə qədərdir? 1, 2. Deməli, K-nı 2 götürək. Birinci burada. K 2-dir. İkinci baxıram, I ilə K arasındakı məsafə. Burada K hamısı, bütün hərflər arasındakı məsafə, yəni K eyni olmalıdır. I ilə K arasındakı məsafəyə baxıram. 1, 2, hələ ki doğrudur. R-lə S hərfi arasındakı məsafəyə baxıram. 1. Bu artıq doğru cavab deyil. İkinci varianta baxıram. D ilə E arasındakı məsafə 1-dir. Deməli, burada K 1 olmalıdır. Aha. İkinci olaraq baxıram, I ilə J arasındakı məsafə 1-dir. Daha sonra R-lə S arasındakı məsafəyə baxıram, 1-dir. E ilə Ə arasındakı məsafə 1-dir. K ilə L arasındakı məsafə, K ilə L arasındakı artıq 2-dir. 1, 2. Onun üçün də bu da doğru variant deyil. Üçüncü olaraq bu varianta baxıram. D ilə Q hərfi arasındakı məsafəyə baxıram. 1, 2, 3, 4, 5. Burada K-mız 5-dir. Yəni, hamısı 5 olmalıdır. Aralardakı məsafə. I ilə deməli, M arasındakı məsafəyə baxıram. 1, 2, 3, 4, 5. R-lə Ü arasındakı məsafə 1, 2, 3, 4, 5. Daha sonra üzrlü sayım. Aha. Daha sonra deməli, K ilə bu da K ilə H arasındakı məsafəyə baxırdıqmı, O arasındakı məsafəyə baxırdıqmı? Burada 5-ci hərfdir, burada da 3, 5-ci hərf O-dur. K ilə O arasındakı məsafəyə baxıram. 1, 2, 3, 4, 5. Daha sonra T ilə Z hərfi arasındakı məsafəyə baxıram. T ilə Z arasındakı məsafə 1, 2, 3, 4, 5. Desənə doğru cavab olacaq. O ilə Ş hərfi arasındakı məsafə 1, 2, 3, 4, 5 və axırıncı R ilə Ü arasındakı məsafəyə baxırıq. R ilə Ü arasındakı məsafə 1, 2, 3, 4, 5. Deməli, doğru cavab C variantı olacaq. Digər variantları zaten yoxlamağa dəyməz, çünki həm də vaxt itkisidir. Hansı ki, tapdıq ki, burada K-mız nəyə bərabərdir? 5-dir və bu 5-ə əsasən də məlumatlarımız bu şəkildə şrifləndi. Keçirik növbəti suala. Hansı ki, artıq bu sualda K-mız bəllidir. Sualı oxuyaq. Hər və ya sözü Sezar üsulu ilə şifrlənib, K bərabərdir 6 verilmiş simvollar yığınından hansı hər və ya sözünün şifridir? Baxaq, K 6-dır. Deməli, bütün hərflər arasındakı məsafə 6-ya bərabər olmalıdır. H hərfinə baxıram. Gəlirəm burada, əlifbada H hərfini tapıram burada. Bununla 6 addım sağa sayıram. 1, 2, 3, 4, 5, 6. N hərfi oldu. Baxıram variantlara. M, D, S-dir. Variantlarını çıxdım. A, D, Y qaldı. Baxıram. A sözünə hərfinə baxıram. 1, 2, 3, 4, 5, 6. Gəldi G hərfində dayandı. Onun üçün də E variantını çıxıram. A ilə D qaldı. Zaten 3-cü hərf də eyni olduğuna görə növbəti 4-cü hərfə baxıram, vaxt itkisi olmasın deyə. D hərfinə baxıram, gəlirəm D hərfini tapıram burada. 1, 2, 3, 4, 5, 6. J gəldi. Onun üçün də doğru cavab A variantı olacaq. Daha sonra hansı söz K bərabərdir 5 qiymətində Sezar üsulu ilə şifrləndikdə bu şəklində olacaq? Baxın, indi burada biz sözdən, daha doğrusu hərfdən sağa doğru yox da, hərfdən sola doğru sayacağıq. Çünki artıq bizdə burada şifrini verdi bizə. Bizə sözün orijinalını, yəni hansı sözə əsasən bu sözün bu hala şifrlənməsini bizdən istəyir. Onun üçün də P hərfi və K-nı da 5 verir. P hərfinə gəlirəm, burdadır və biz 5 addım artıq sola doğru gedəcəyik. 1, 2, 3, 4, 5. K hərfinə gəldim. Zaten bütün hamısı K-dır. Baxın, 3-cü deməli hərfə qədər demək olar ki, eynidir. 3-cü hərfə qədər eynidir. Bunu silim.
Sadəcə göstəriş cümlədir. Onun üçün də gəlirəm 4-cü hərfə. Çünki vaxt itkisi olmasın və sizdə də imtahanda bunu məsləhət görürəm ki, belə fürsətləri əldən verməyəsiz. C hərfinə baxıram, özümdən 5 addım sola doğru gedirəm. 1, 2, 3, 4, 5. B hərfi oldu. Onun üçün də 4-cü hərfi B olanları saxlayıb digər variantları atıram. Daha sonra gəlirəm, deməli T hərfinə. T hərfinə burada axtarırıq, burdadır. 5 addım sola gedirik. 1, 2, 3, 4, 5. O hərfi oldu. Deməli, doğru cavab A olacaq. Keyboard sözü olacaq. Bax, yenə izah edirəm. Bizə zaten şifrli verib. Deyir ki, hər hansı bir sözü, baxın, hansısa bir sözdür. Deməli, keyboard sözüymüş ki, biz o sözü şifrlədikdə bu ifadə alındı. Bu şəkildə ifadə olundu. Bu da bu qaydada ifadə olunur. Daha sonra gəlirik bura. Kurikulum sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənib. Yeni şifr aşağıdakı kimidir? Bu şəkildədir. Buna əsasən informatika sözünün şifri hansı olar? Deməli, biz burada nə edirik? Deməli, burada kurikulum sözündəki bir dəqiqə, kurikulum sözünü görək necə şifr eləyiblər ki, yəni burada K-nı tapmalıyıq bir sözlə. Hərflər arasındakı məsafəni tapırıq, yəni K-nı tapırıq, daha sonra da informatika sözünü şifrləyirik. Baxırıq ki, K-la N arasındakı məsafə nə qədərdir? Gəlirəm burada əlifbada baxıram. 1, 2, 3, 4. Deməli, K-mız 4-ə bərabərdir. K 4-ə bərabər olduğundan artıq digərlərinə baxmağa ehtiyac yoxdur. Mən dərhal keçirəm informatika sözünü şifrələyirəm. Baxaq. İ hərfindən 4 mövqe sağda yerləşən hərf hansıdır? 1, 2, 3, 4. L hərfidir. Gəlirəm variantlardan A-dır, B-dir, C-dir variantlarını çıxıram, yerdə qalan variantlara baxıram. Baxın, bir dəqiqə. Baxın, demək olar ki, L, RX, sub, bu sözə qədər eynidir. Onun üçün də gəlirəm, sayıram 7-ci hərfə. İnformatika sözündə 7-ci mövqedə hansı hərf durub? A hərfi durub. Artıq A hərfindən sağ tərəfdəki mövqeyə baxıram. 1, 2, 3, 4. 4. D hərfində oldu. Onun üçün də doğru cavab da E variantı olacaq. Nail fikrində 5 hərfli söz tutdu. Aha. Sözün hər hərfini əlifba sırasına görə bir mövqe sağa sürüşdürərək şifrlədi. Sonra isə ilk 3 simvolu silib, son 2 simvolun sonuna qoydu. Sözün şifrlənmiş forması bu oldu. Bu sözü tapın. Baxın, həmişə belə məsələlərdə sondan əvvələ doğru gedin, çalışın. Bizim sözümüz budur, düzdürmü? Burada deyir ki, sonra isə ilk 3 simvolumuz nəymiş bizim buradakı? Bu Nail bunu silib son 2 simvolun sonuna qoydu. Bizim burada bu sözümüz və bu sözümüzü əslində bu şəkildədir, hansı ki, bu arada dostlar, yəqin ki, yazma səliqəsizliyini görürsüz. Bunu hamısı siçanla yazdığım üçündür. Bunun üçün də ayrıca üzrlü sayın. Bax, burada SZ, F, S, 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 Z, P hərfləridir. Baxın, deyir ki, ilk 3 simvolu silib, son bir dəqiqə, sonra isə ilk 3 simvolu sözümüz deməli bizim. Yox, bir dəqiqə. Burada dostlar, bir şey nəzərimdən qaçırdım ki, hansı ki, burada deyir ki, ilk 3 simvolu silib, son 2 simvolun sonuna qoydu. Deməli, bu sözün son 3 simvolu bizim sözümüzün ilk 3 simvoludur. Yəni, söz belə olacaq ki, K, F, S, S və Z. Bu şəkildə olacaq. Aha, deməli şifrlədi. Gəl sözün hər hərfini əlifba sırasına görə bir mövqe sağa sürüşdürərək şifrlədi. Baxıram K hərfinə, gəlirəm bu K hərfinə. K hərfini əlifbada axtarıram, tapıram. Deyir ki, bir mövqe sağa sürüşdürərək şifrlədi. Deməli, bizim hansı hərfimiz imiş ki, bunu bir mövqe mən sağa sürüşdürəndə gəlib K hərfinə şifrlənib. Deməli, J hərfi imiş. Baxın, J hərfi imiş ki,
bu sözü şifrlədikdə bir addım, bir mövqe sağa sürüşərək K hərfi şifrlənib. Deməli, burada J. İlk sözümüz, ilk hərfimiz J-dır. Zaten variantlardan da bəllidir hansı variant olacağı. Onun üçün də ardın gətirirəm, sizin üçün daha aydın olması üçün. F hərfinə baxıram. F hərfi yenə bir mövqe sağa sürüşdürülərək şifrlənib. Deməli, F hərfindən bir mövqe sola baxmalıyıq. Sola baxdıqda hansı hərf olacaq? E hərfi olacaq. Deməli, E hərfi imiş ki, bu E hərfi vasitəsilə bu söz şifrlənib F hərfi olub. Yəni, bir mövqe sağa sürüşdürülüb. Daha sonra S hərfinə baxıram. S hərfində də S hərfi hardadır? Hardadır? Burdadır. Deməli, S hərfindən də bir mövqe sola baxacam. R hərfidir. Burada da ardıcıl 2 S yazıldığı üçün R yazacam. R. Bu da R hərfidir. Təsəvvür edin ki. Aha. Daha sonra Z hərfinə baxıram. Z hərfi bu mövqedə yerləşir və özündən bir mövqe solda isə Y hərfi dayanıb. Onun üçün də doğru cavabımız C olacaq. Daha sonra deməli, Luk sözü Sezar üsulu ilə şifrləndikdə bu ifadəsi alınmışdı. Eyni qayda ilə hansı söz birləşməsi şifrləndikdə bu ifadəsi alınır. Yenə baxıram ki, Lukla bu ifadə arasındakı K-nı tapmalıyam. Yəni, el hərfi ilə bu hərflər arasındakı məsafəni tapmalıyam. Bunun üçün də gəlirəm əlifbaya baxıram. El hərfi ilə Q hərfi arasındakı məsafəyə baxıram. 1, 2, 3, 4, 5. Və burdan da bizə aydın oldu ki, ay Allah, K nə boyda oldu belə, hə? K 5-ə bərabərdir. Aha. K-mız 5-ə bərabərdir. Güman edin ki, bu K-dır. Bilirəm, K-ya oxşamır. Aha, K-mız 5-ə bərabərdir və burada K-nı tapdıq. İndi gəlirik bu ifadəyə. Baxın, burada bu söz artıq şifrdir. Bizə verilmiş şifrdir. Demək, görəsən hansı söz imiş ki, biz indi onu tapmalıyıq ki, bu hansı sözdür ki, bu söz şifrlənib, bu sözə çevrilib, bu ifadəyə çevrilib. Onun üçün də biz, məsəl üçün M-ə gəlirəm, burada M hərfinə gəlirəm. M hərfindən sağ mövqeyə yox da sol mövqeyə baxacam. Bax, bu ayrıntılara xüsusilə diqqət yetirin. Baxıram, M hərfindən sol tərəfə baxacam, hansı ki 5 mövqe sola gedəcəm. 1, 2, 3, 4, 5. 5 mövqe sola gedəndə H hərfi aldım. Deməli, A variantı ilə E variantlarından çıxdım. Və çox güman ki, bu da həbbi söz olacaq. Yenə də baxıram, təsdiq eləməliyəm, sübut etməliyəm. F hərfinə gəlirəm. F hərfi burdadır. 5 mövqe özündən sola gedəcəm. 1, 2, 3, 4, 5 A hərfi. Deməli və burada da bəlli olduğu kimi bu söz həbbi sözü olacaq. Onun üçün də artıq bu sözün başını buraxırıq, keçirik bu sözə. Gəlirəm burada G hərfinə. G hərfinə gəlirəm, 5 mövqe sola doğru gedəcəm. 1, 2, 3, 4, 5. B sözü. Yəni, burada da gördüyünüz kimi bir dənə B burdadır, hansı ki, həbbi özdür. Və bu qayda ilə vaxtımız çox getməsin deyə sadəcə belə izah edirəm. Siz istəsəz evdə çoxlu dinləmələr yapıb, türklər demiş, özlərinizdə işləyərək daha dərindən başa düşə bilərsiniz. Keçirik növbəti suala. Deyir ki, 64206 onluq ədədinin 16-lıq say sistemindəki təsviri ilə eyni yazılışa malik olan söz Sezar üsulu ilə şifrləndikdə bu söz alındı. Sezar şifri üçün K ədədini müəyyən edin. Əlifbamızda budur, bu heç. Biz əslində say sistemini keçməmişik. Onun üçün belə deyim, ilk izah verəcəm, amma inşallah yaxın zamanlarda o da gələcək. Deməli, belə bir qayda var ki, say sistemlərində onluq ədəddən istənilən say sisteminə keçdik, 2-lik, 8-lik, 16-lıq və s. say sistemlərini keçdikdə biz həmin ədədə bölə-bölə gedəcəyik və burada eyni qayda ilə gedəcəm. Hansı ki, 64206 64206 16. Bu hissəni 2x-də baxsaz başa düşərəm. Aha. Buna böləndə burada deməli 4 düşəcək. 4, burada 60. 64.
0, bu 2 düşdü bura, sonra 20 düşür, bura bir 0 gələcək. Deməli, 20-ni 16-ya böləndə bir dəfə düşəcək, 16, bu 4, sonra 6 düşəcək bura, burada da düşəcək 2 dəfə, 32, bu eləyəcək 14. Aha, davam edirik. Hansı ki, deməli, cavab 16-dan kiçik olana qədər. 16-ya yenə bölürəm bunu. 2 dəfə. 32. Uşaqlar, yazım səliqəsiz ola bilər. Çünki kompüterdə sistem var, səslə yazıram və bacardığım qədər səliqəli yazmağa çalışıram. 81. Burada bu 5 dəfə düşür. Bu 5'dir. Bu 80. Bu 1. Burada da deməli 2 düşəcək bura. Artıq bu qalıqdır. Daha sonra bura bir 0 gələcək. Aha, 250-ni 16-ya bölürəm. 250-ni 16-ya bölürəm. Deməli, bir dəfə bu 16, 9 düşəcək, 90. 90 da 16-ya bölünür, 5 dəfə qalır. Bu da olacaq, deməli, 80, burada da qalır 10. Deməli, 16-lıq say sisteminin əlifbasında 15-ə qədərdir rəqəmlər. Hansı ki, 1-dən 9-a qədər olan ifadələr, rəqəmlər, yəni 1-dən 9-a qədər rəqəm vasitəsilə yazılır. 1, 2, 3 və sairə şəkildə yazılır. Ancaq 10-dan 15-ə qədər olan ədədlərdə isə onlar hərflə əvəzlənir. Hansı ki, əlifbanın böyük hərfləri ilə. Məsəl üçün 10 A-dır, 11 B-dir, 12 S-dir və sairə. Və ən sonunda da deməli, hərflə əvəzliyinə görə biz indi bu ifadələri də hərflə əvəzləyəcəyik. Və 16-lıq say sistemində bir ifadəni 10-luqdan 16-lığa çevirəndə onu alınmış cavabdan, qalıqdan başlayıram, hansı ki, bu və bunlar götürüləcək və soldan sağa doğru ifadə götürüləcək. Hansı ki, 15 16-lıq say sistemində F hərfi ilə əvəz olunur, yəni işarələnir. 10 deməli A hərfi ilə işarə olunur. Daha sonra 12 S hərfi ilə işarə olunur. 14 isə E hərfi ilə işarə olunur. Aha, deməli bizim ifadə nə oldu? Face. Bu. Bu söz alındı. Deməli, və burada da deyir ki, bu Sezar üsulu ilə şifrləridir, bu söz alındı. Biz indi burada K-nı tapmalıyıq. Yəni F ilə I arasındakı məsafəni tapmalıyıq ki, bizim K-mız neçə imiş? Baxıram, F hərfi burdadır, I da hərfi burdadır. Görürəm 1, 2, 3. Deməli, bizim K neçəyə bərabər imiş? 3-ə bərabər imiş. Bu qədər sadə bərabər idi. Əgər bu sualı başa düşmürsəz, yorumlarda yazarsınız, izah edəcəyəm. Sonra gəldik Python sözündəki hər bir hərf özündən 4 mövqe məsafədə yerləşən hərflə şifrlənmişdir. Şifrlənmiş mətni tapın. Python sözünün P hərfini tapıram burada. Deməli, 1, 2, 3, 4. Aha, T, bütün variantlarda var maşallah. Gəlirəm Y hərfinə. 1, artıq burada əlifba sonlandı və bu sonlanma deməkdir ki, artıq biz başa qayıtmalıyıq. Baxın, 7-dən sonra baxıram 1, sonra gəlməliyəm burada 2, 3, 4. C hərfi, deməli A variantı. Ay Allah, nə səsdir dostlar, səsə görə üzürlü sayın. Aha, CX baxıram ki, baxın burada 4-cü hərfə qədər eynidir. 4-cü hərfə qədər eyni olduğuna görə artıq biz 5-ci hərfə baxıram. 5-ci hərf Pythonda O hərfidir. O-dan 4 mövqeyə sağa baxacam. 1, 2, 3, 4. S hərfi gəldi. Onun üçün də doğru variant B variantı olacaq. Aha, növbəti sualımız. Kodlaşdırma sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənib, hansı simvol yığını kodlaşdırma sözünün şifridir? Baxaq. Baxın,
Variantlarda demək olar ki, cavabların hamısında P hərfi ilə başlayır. Bu o deməkdir ki, artıq cavab, K-nı tapa bilərik. İlk öncə K-nı tapmalıyam. Əlbəttə ki, burada K hərfi ilə P hərfi arasındakı məsafəyə baxıram. 1, 2, 3, 4, 5, 6, 7. K-nı tapdım ki, 7-dir. Digər varianta baxıram. Baxın, ikinci hərflər də demək olar ki, eynidir. Onun üçün də D hərfinə baxacam. 1, 2, 3, 4, 5, 6, 7. X hərfi olduğuna görə B ilə C variantı silirik. A, D, Y variantı qaldı. Gəlirəm növbəti L hərfinə baxıram. L hərfində də baxaq. 1, 2, 3, 4, 5, 6, 7. S hərfinə gəldim, çıxdım. Baxıram. D variantı ilə E variantı da getdi. Doğru cavab A variantı qaldı. Daha sonra gələk 36. Windows sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə bəzlənib. Hansı simvol yığını Windows sözünün şifridir? Yenə eyni qayda ilə gedəcəm. Amma burada baxın, burada yenə K verilmədiyi üçün biz məcburən variantlarla işləməli oluruq. Çox güman ki, variantlarda da bir dənə D variantında Z-dir. Əlbəttə ki, məncə də bu deyil. Görürük ki, B hərfi verib. Onun üçün də W hərfi ilə B hərfi arasındakı məsafəyə baxıram. 1, 2, 3, gəldik başa 4, 5. K-mızı 5 B hərfinə əsasən. İndi digər söz arasındakı İ hərfi ilə, misal üçün 1, 2, 3, 4, 5. Gəldim N hərfinə. Baxıram ki, bu variant getdi, bu variant getdi. A, C, E qalır. Daha sonra N hərfi ilə də 5 mövqe sağa doğru gedirəm. 1, 2, 3, 4, 5. S hərfi gəlir. Bunun üçün də C variantını silirəm. Növbəti deməli D hərfi. D hərfində də 1, 2, 3, 4, 5. Gələndə neçə oldu? Hansı oldu? İ hərfi oldu. Bunun üçün də doğru cavab E variantı olacaq. Artıq digərlərinə baxmağa ehtiyac yox. Esas Sezar şifrindən istifadə edərək fizika sözünü K bərabərdir 2 olaraq şifrələdikdən sonra alınan simvollar yığınını tərs çevirərək K bərabərdir 3 ilə yenidən şifrələyib dostuna yollayır. Dostuna yolladığı şifrələnmiş simvollar yığınını müəyyən edin. Baxın, fizika sözünü K bərabərdir 2 olaraq şifrələyir. Yəni fizika sözünü K bərabərdir 2 olaraq şifrələyə görək hansı söz alınır? Deməli, ilk olaraq başlayaq F hərfindən. 1, 2, bu oldu H. Daha sonra I, kodlayıram, olur 1, 2, K. Sonra Z hərfinə baxıram, kodlayıram 1, 2, B. Sonra I-ni kodladıq ki, K-dır. K-nı kodlayaq, deməli 1, 2, M. A-nı da kodlayaq 1, 2, S. Və bizə deyir ki, bu şifrələnmiş sözdən alınan simvollar yığını tərs çevirərək, yəni biz bunu tərsinə çevirdik. Tərsinə çevriləndə S, M, K, B, K və H simvollar yığını olacaq. Və bunu tərs çevirərək K bərabərdir 3 ilə yenidən şifrələyib dostuna yollayır. Deməli, C-ni şifrələyirəm. K bərabərdir 3-ə əsasən. Deməli, 1, 2, 3 F. Sonra M hərfini şifrələyirəm. 1, 2, 3 P. Sonra K hərfini şifrələyirəm. 1, 2, 3 N. Daha sonra B hərfini şifrələyirəm. 1, 2, 3 E. Zaten K hərfini şifrələnmişdim, N olacaq. Və sonuncu H hərfini deməli şifrələyirəm. 1, 2, 3 K. Deməli,
Eltacın dostuna göndərdiyi, yolladığı şifrlənmiş simvollar yığını bu olacaq. Daha sonra gələk bura 38, bir dəqiqə buranı silim. Hı. Aha, keçək sualımıza. Sezar üsulu ilə mətnin tək sıradakı hərfləri 3 vahid sağa, cüt sıradakı hərfləri isə 2 vahid sola şifrlənir. Şifrli mətn budur və orijinal mətn tapın. Baxın dostlar, əlifbada sıra nömrəsi 1-dən başlayır. Burada bizə deyir 3 vahid sağa. Biz indi bu sözdə, bu mətndə 3 vahid sağa yoxdur, 3 vahid sola doğru gedəcəyik. Baxın, tək sırada deyənkən və burada tək sırada yerləşənlər və burdan yazım tək, ağlınız qarışmasın. Burdan tək sıra yazım. Burdan da cüt yazacağım. Cüt. Çox möhtəşəm yazıram. Fərqindəyəm. Tək sırada olanlar. Baxın, 1, gəlin belə işarə eləyək. Tək sırada yerləşənləri yaşıl, sarı ilə işarə eləyəcəm. Deməli, 1, 3, 5, 7, 9 və 11. Ehtiyac yoxdur da. Bu işarələdiyim, üzərinə sarı rəngdə nöqtə qoyduqlarım tək sırada yerləşənlərdir. Digərləri də cüt sırada yerləşənlərdir əlbəttə ki. Baxın, deyir ki, tək sıradakı hərfləri 3 vahid sağa, cüt sıradakı da 2 vahid. İndi ilk növbədə təklərə baxıram. İl hərfin sağa doğru deyirsə, biz sola doğru gedəcəyik. Çünki burada artıq bu şifrlənmiş mətndir və biz də orijinal mətni tapmalıyıq ki, bu hansı mətn imiş ki, şifrlənib gəlib olub bu ifadə, bu şifrli mətn. Baxıram el hərfinə, gəlirəm burada axtarıram el hərfini, buradadır. El hərfindən 3 vahid sola baxacam. 1, 2, 3. İ hərfi oldu. Baxın, bir də variantlarda buna diqqət edək ki, demək olar ki, infor sözünə qədər eyni, hətta informa sözünə qədər eynidir. Burada bu səhv oldu. Çünki bu söz tamamlanmır. İnforma sözünə qədər gələcəm. Hansı ki, bu da 1, 2, 3, 4, 5, 6, 7-ci mövqeyə qədər artıq bəllidir. 8-ci mövqeyə baxıram burada. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də E. Bu da cütdür. Cüt sıradakı hərflərdə deyir ki, 2 vahid sola şifrlənməlidir. Yəni 2 vahid sağa getməliyik biz. Bu artıq şifrlənmiş mətndir. Biz şifrlənmiş mətnə baxırıq. Baxın, bir daha izah edirəm. El hərfindən 2 vahid sağa gəlirəm, əlifbaya baxıram, el hərfini tapıram ki, buradaymış. 2 vahid sağa gedəcəm. 1, 2. Deməli, nə oldu bu? Sola getmişəm, çox-çox üzrlü sayın. Bir dəqiqə. Aha, biz deməli 2 vahid sağa getməliyik. 1, 2. Bu 1, bu da 2. T hərfinə gəldim. Baxıram variantlarda C variantını silirəm. Daha sonra burada da söz azlığı var. Onun üçün də bunu da siləcəm. A və B variantı qalır. İ hərfi də görürəm hər ikisində var. Növbəti hərfə keçirəm, hansı ki M hərfi və bu da cüt hərfi olduğuna görə, cüt sırada dayandığına görə biz bunu yenə 2 vahid sağa doğru gedəcəyik M hərfindən. 2 vahid sağa doğru 1, 2. O oldu. Deməli, information sözü olacaq cavabımız. Və sonra da gəlin baxaq. Q hərfi də deməli tək olduğu üçün, yəni 3 vahid sağa yox, 3 vahid sola doğru gedəcəyik. Q hərfinə gəlirəm. Q hərfi buradadır. 3 vahid sola doğru 1, 2, 3 N hərfi olacaq. Deməli, doğru cavab information sözü imiş. Daha sonra gəldik növbəti suala. Qələmimizi dəyişək. Mətndə hər ikinci hərf K bərabərdir 1 olmaqla Sezar üsulu ilə şifrlənib, qalanlar isə eyni qalıb. Bir dəqiqə, buradan danışayım. Aha. Mətndə hər ikinci hərf K hər ikinci hərf, bax, hər ikinci hərfdən danışırıq ha. Qalanlar isə eyni qalıb. Şifrli mətn budur, onlarsa orijinal mətnim eynidir. Vəsə.
H hərfi qalır. İkinci mətn dəyişəcək. Hansı ki K bərabərdir 1 olaraq dəyişəcək. Gəlirəm burada if-i tapıram. Burada. If hərfinə baxıram ki, bu şifrli mətndir. Deməli, biz burada sağa doğru yox da sola doğru addımlayacağıq. Bir mövqe sola doğru gedəcəm, E hərfi olacaq. Deməli, H olduğu kimi qaldı. İkinci hərf də E olmalıdır. Onun üçün də B getdi, S getdi, E getdi. Deməli, bizim sözümüz olacaq hello sözü. İndi baxıram hello sözü, ikinci sözə baxıram. Artıq ikinci sözündə 3 mövqeyi bəllidir. Word sözü. Gəlirəm, baxıram. Deməli, M hərfinə baxıram. Zaten artıq cavabımız bəllidir. M hərfinə baxıram. M hərfindən deməli, baxıram ki, M hərfi 1, 2 dəyişdik, 3, 4 və burada ikinci hərf olduğu üçün sözdən deyim də, sözdə ikinci mövqedə olduğu üçün, evdə ikinci mövqe olduğu üçün bu artıq dəyişməlidir. Hansı ki, bir mövqe sola getməliyik. M hərfinə baxıram ki, burdadır və bir mövqe də sola gedəcəm. Gəlir E hərfinin üzərində dayanır. Onun üçün də D variantını çıxacam. Doğru cavabımız A variantı olacaq. Lap sonuncuda olduğu kimi qalacaq. Daha sonra gəlirəm 40-cı sual. Bu sonuncu sualımızdır. Digərində inşallah növbəti izahda açıq sualları ayrıca verəcəm. İngilis əlifbasında istifadə edilərək bir mesaj Sezar üsulu ilə aşağıdakı kimi şifrlənir. Əlifbamız bu şəkildədir. Hər il K-nın qiyməti 1 vahid artır. Hal-hazırda K 25-ə bərabərdir. Əgər mesaj 500 ildən sonra deşifrlənəcəksə, onda hər bir hərf əlifbada özündən neçə mövqe məsafədə yerləşən hərflə əvəzlənəcək. Bu sualın ayrıca izahında YouTube kanalımda var. İstəsəniz, əgər başa düşməsəniz izahımı, girib orada da dərhal izaha baxa bilərsiniz. Keçək izaha. Bilirik ki, İngilis əlifbasında 26 hərf var. 26 hərfimiz var. Və bizə də deyir ki, K-nın artıq qiyməti bəllidir ki, bizə deyir ki, 500 il sonra deşifrlənəcək. Deməli, K-mızın qiyməti nəyə bərabərdir? K-mızın qiyməti 525-ə bərabər olacaq. 525. Burada da, baxın, dostlar, deyir ki, K-nın qiyməti 1 vahid artır. Hal-hazırda K-nın qiyməti 25-dir. Biz bunu bildik ki, K 525-ə bərabərdir 500 il sonra. Gəlirəm əlifbaya. Və əlifbamızda da 26 hərf var. Burada istənilən bir hərfi götürürəm. Misal üçün gəlirəm C hərfinin üstünə. C hərfini 26 dəfə, baxın, 26 dəfə təkrarlanacaq, gələcək duracaq özünün üzərində. İstənilən bir hərf olsun. Bu hərfin tam dövrəsi fırlanacaq. Yəni 520 K 10 deməkdir ki, 525 indi biz burada belə fikrimi çatdırım ki, 525-i 26-ya böləcəyik və buradakı tam hissəni götürüb, deməli, tam hissə məsəl üçün K-nın üzərində neçə dəfə tam 26 dəfə 26-ya bərabər olduğu müddətdə neçə dəfə dövr edəcək, bunu tapacağıq. 525-i 26-ya böləndə səhv etmirəmsə 20 alınmışdı. 20 alınanda da 520-yə cavab bərabər olacaq və burada da 520 onu göstərir ki, 520 onu göstərəcək ki, artıq N hərfi üzərində, misal üçün, N hərfi üzərində K 25-ə bərabər olduğu müddətcə 520 dəfə fırlanıb, artıq da 5 qalacaq. Yəni, qalıq 5 qalacaq. Həmin bu qalığı isə göstərir ki, bizə bu artıq bu neçə sualın cavabı olacaq da bir sözlə belə deyim. Özündən 5 mövqe məsafədə yerləşən hərflə əvəzlənəcək. Deməli, buradakı qalıq da bizə mövqenin məsafəsini bildirdi. Doğru cavab da E variantı olacaq. Bir daha izah edirəm, dostlar. İngilis əlifbasında 26 dənə hərf var. İxtiyari bir, buranı təmizləyim, çox qarışıq oldu. İxtiyari bir hərf götürürəm. Misal üçün, gəlsin olsun bu A hərfi. A hərfindən 26 dəfə gəlməliyəm ki, K-mız 26-ya bərabər olmalıdır ki, mən bunun özünə qayıdam. 26 dəfə dövr eləməlidir. Həmin bu dövr də 525-in içərisində 20 dəfə yerləşir. Yəni, mən 20 dəfə dövr eləməliyəm ki, K 26-ya bərabər olduğu müddətcə 20 dəfə dövr eləməliyəm, gəlib A-nın üzərində dayansın. Və o yerdə qalan qalıq var, hansı ki 5. Həmin o 5 də bizə artıq mövqenin məsafəsini bildirir. Yəni, 5 mövqe məsafədə yerləşir. Bura qədər gəldiyiniz üçün, izlədiyiniz üçün təşəkkür edirəm. Ümidvaram ki, sizin biliyinizə bilik qata bildim, izahlarım anlaşılan oldu və çalışdığım qədərilə
izahlarımı anlaşılır etməyə çalışıram, və əlavə olaraq da əlavə səs-küylərə, görə üzrlü hesab edin. Normalda, yəni rayon yerində yaşayan hər kəs məncə bu mühiti bilir. İzləmədə qalın. İnşallah, yaxın günlərdə qalan digər açıq sualların izahını verəcəyəm. Sağ olun, sağlıqla qalın.